Bəzən bir səs zamandan daha güclü olur. O səs bugün də yaşayır, bugün də danışır. Azərbaycan musiqisinin təməlini qoyan dahi bəstəkar Üzeyir Hacıbəyli. Əsərlərdə texnologiya danışır, musiqi isə hiss olunur. Sadə materiallar düşüncə ilə birləşir. Sükutda ritm yaranır. Hər əl işi bir not kimidir. Səssiz, amma mənalı. Bu əsərlərdə zəhmətin səsi, yaradıcılığın ahəngi var. Hər not bir xətt, hər ahəng bir nəfəsdir. Üzeyir Hacıbəyli. Səsi və ruhu ilə zamanın sərhəddini aşan sənətkardır. Onun melodiyaları hələ də qəlblərdə danışır. Hər baxış bir ilham mənbəyidir. Hüsnün gözəl ayətlərini sevgili canan, olmuş bütün aləmdə sənin şəninə şayan. Arşın Malalan yalnız bir musiqi əsəri deyil. O, Azərbaycan melodiyasının gülüşlə, sevgi ilə danışan simasıdır.